cəmaət. Bu əfəldir ki, at səni kim görür? Yox, İslam mənə öyrətməlidir ki, bunu ki, Allah məni görür. Peyğəmbər Əbu Zərə nəsihətdə dedi ki, Əbu Zər, bil ki, Allah səni görür. Əgər sən Allahı görə bilmirsənsə, məqsəd gözlə deyil ha. Bil ki, Allah səni görür. Yəni sən bizdə pişiyə sığal çəkmək istəyir, ayağının altı ilə çəkirlər. Görün, yəni ya bunu eləmə, ya eləyirsən təhqir eləmə də ki, pişiyə, yəni əlimi vurmayım mundardır, ayağının altı ilə belə edir. Elə bilir ki, sığal çəkir pişiyə. Sən pişiyə Allahın məxluquna təhqir edirsən. Ya bunu eləmə, eləyəcəksən, təhqir edəcəksən. Sən yanaşsan ki, ilahi, bu pişik sənin məxluqatındır. Heç olmasa bu itdir, pişikdir. Buna bir sənə xatir mən nəsə yemək verim. Və yaxud da hər şeyə Allahın məxluqatı kimi baxsam, and ola Allah, insan bunları bilsə, tamamilə dəyişər. Mən parka gəlirəm, bəcid gözüm axtarır ki, burada kamera var. Kamera olan kimi özümü belə ədəblə aparıram. Yaxşı qardaş, ey müsəlman, sən 24/7 Allahın nəzarəti altındasan. Sən dəyişirsən. Ona görə Quran deyir ki, peyğəmbərə, deyir ki, "Və səvaun əleyhim ənzərtəhum əm ləm tunzirhum la yu'minun." Onlar üçün heç bir fərqi yoxdur. Sən onları xəbərdar etsən də, etməsən də onlar iman gətirməzlər. İnnəmə tunziru men ittəbə'əz-zikra və xəşiyər-rəhmanə bil-qayb. Sən yalnız o adama sözünü çatdıra bilərsən ki, o zikrə, indi Qurana tabe olsun və Rəhman Allahdan gizlində qorxsun. Aşkarda yox, aşkarda nə var? Saqqalımı uzadım, üzüyüm yerimdə, subhanallah, əlhəmdülillah Allahdan. Allah buna dəyər vermir. Allah deyir, tək olanda Allahdan çəkinirsənmi? Özü Rəhman Allahdan deyir. Rəhman o deməkdir ki, hamıya şəfqətli, mehribandır. Uşaq vaxtı biz də olurduq, hansı futbol oynayırdıq, söyüş söyürdük. Birdən belə baxırdıq ki, atamız ya anamız bizə baxır. Deyirdi, yer aralanardı, yerə batardım. Bizdə də Allah belədir də. Hər pislik eləyəndə Allah bizi cəzalandırmır axı. Allah bizə fürsət verir və yəni sən Rəhman Allahın yanında, ya əyyuhəl insan, mə qarrəkə bi rabbikəl kərim. Allah Taala deyir ki, Kərim, səxavətli, Allaha qarşı səni qürurlandıran nədir ay insan? Nə səbəb oldu ki, sən o cür səxavətli Allaha qarşı çıxdın? Yekəbaşlıq elədin. Bilirsiniz, görün, cəmaatı bu maraqlıdır. Bunları danışırsan maraqlıdır. Amma möhürdən danış, sünni düzdür, şiə düzdür, nə bilim filandır. Onlar maraqlıdır. Oran maraqlıdır və şou maraqlıdır.